Quran deyir ki, məsəl üçün bu kitabı biz nazil eləmişik Allah deyir və biz də bunu qoruyacağıq. Görəsən o qorumaq necədir? Mən götürüm Quranı yandırım. Niyə Allah qorumadı? Üstündən bir dəyişiklik eləyim məsəl üçün. Allah necə mənə göydən daşmı yağdıracaq? Yəni bu necə qoruyub saxlamaq nə deməkdir? Hətta belə şeylər də olur ki, filan yerdə Quranı yandırdı, sonra getdi intihar elədi filan. Bu onsuz da ola bilər başı xərab adam olub məsəl üçün. Haçansa onsuz da intihar eləyəcəkdi bu. Bunun Quranla heç bir əlaqəsi yoxdur. Allahın Quranı qoruyub saxlamaq məsələsi ki, Quran təhrif olmayıb. Yenə temasına da keçəcək ya mövzularına. Amma Quranın qorunub saxlanması məsələsi bax belədir. Əvvəl mənə çox qəribə gəlirdi ki, Quranda belə bir şey var ki, məsəl üçün deyirlər ki, neçə dəfə nur sözü işlənilibsə, o qədər də onun əksi nədir? Zülmət sözü işlənilib. Nə qədər yaxşı sözü işlənilibsə, o qədər də pis sözü işlənilib. Burada qəribə bir simmetriya yaranır. Məsələn, hətta elə sözlər var ki, onun antonimi yoxdur, əksi yoxdur. Məsəl üçün qəlb. Qəlbin antonimi yoxdur. Amma orada da belə əbcəd hesabı var da, yəni hər hərfin öz rəqəmi var. Əbcəd hesabı ilə tutalım qəlbi 132-dirsə, Quranda qəlb sözü 132 dəfə işlənib. Bu cür nə məsələlər ki var, əvvəl fikirləşirdim ki, nə deyir, bu crossword zaddır bəyəm, nə olsun, burada bu rəqəm belə, bu rəqəm belə. Sonra zaman keçdikcə adam anlayır ki, bu hələ qorumaq budur. Oradan bir dənə ayət çıxarılsa, dəyişdirilsə, falan olsa, həmin o simmetriya riyazi düzülüş itəcək. Pozulur.